Salam, hər vaxtınız xeyir olsun. 4-cü sinif üçün dərs 5 dönmələr dərsinin izahını edəcəm bu gün. Modul 4, dərs 5. Deməli, ilk öncə e, təkrar dərs var. Təkrar dərsimiz bilirik ki, budaqlanan alqoritmi idi. Budaqlanan alqoritmə aid burada bir nümunə verilib və burada biz bu budaqlanan alqoritmi diqqət yetirsək, görərik ki, burada 3 dənə kartımız var və 3 kartdan əgər kartın üzərində dairə çəkilən olarsa, ondan sonra sağ tərəfdə kvadrat çəkilir, əks halda isə hər ikisində, yəni kart 1, kart 3 gəldikdə isə sol tərəfdə üçbucaq çəkilir. Baxın, eyni bu şəkildə kvadrat olduqda kvadratın solunda üçbucaq çəkilir. Qırmızı üçbucaq olduqda da yenə solunda bənövşəyi bir üçbucaq çəkilir. Ancaq dairə olduqda isə onun sağ tərəfində nə çəkilir? Bənövşəyi bir kvadrat çəkilir. Çünki burada bunun şərt hissəsində kartın üzərində dairə çəkilib sualı verilir. Və biz bəli qolu ilə gedəndə orada kvadrat çəkdiyi üçün bu belə olur. Yəni əslində bu da alqoritmi bizə aydın olduğu üçün bu çətin bir şey deyil. Sonra isə burada deməli belə bir robotumuz var, ox işarəsi ilə göstərilən. Bu isə zavod adlanır Scratch hissəsində. Deməli, robot zavoda çatmaq üçün neçə dəfə addım atmalıdır? Baxırıq. 1, 2, 3, 4. Yəni ki, hər xana bir addım sayılır. Məsələn, buradan bura bir addım, buradan bura 2, 3 və ən sonda da 4 addım və sonda da zavodu burada tikməli olduğu üçün zavodu da biz qeyd edirik və burada zavod bir dənə olduğuna görə və sonda olduğuna görə zavodu təkrarlı əmrinin içərisinə qoymuruq, ən sona qoyuruq. Əgər burada hər bir xanada zavod olsaydı, zavodu biz irəli addım atdan sonraya deyəndə ki, bu yaşıl təkrarların içərisinə qoyardıq. O tiplisi də var. Baxın, burada da yazıb ki, 4 dəfə təkrarlar. Çünki saydıq ki, 1, 2, 3, 4 addım atmalıdır. Yəni 4 dəfə irəli addım at, irəli addım at, irəli addım at, irəli addım at yazmaqla təkrarlar 4 dəfənin içərisində irəli addım at yazmaq əslində eyni şeydir. Sonra yenə burada necə olasıdır? Baxırıq ki, bu robotun üzü yuxarıdır. Biz bunu birinci döndərməliyik. Hansı ki, dərsimiz dönmələr olduğuna görə. Biz bunu hansı tərəfə döndərməliyik? Təbii ki, sağ tərəfə döndərməliyik. Sağa dön, təkrarla 1, 2, 3, yenə 4 dəfə irəli addım at və yenə də zavod olasıdır. Burada bir şey var ki, biz dönəndə öz tərəfimizə görə yox, robotun tərəfinə görə dönməliyik. Yəni biz əslində orada robot kimi durub, robotun sağına soluna görə qərar verməliyik, öz sağımıza solumuza görə yox. Burada indi bu şəkildə robotla biz əslində eyni istiqamətdə durmuşuq deyə bu problem yaratmadı. Sonra deməli dönmədə deyir ki, dönmə nədir? Dönmə icraçının hərəkət istiqamətinin dəyişdirilməsidir. Yəni ki, bu tərif kimi verilib, çox da önəmli bir faktor deyil. Dönmələrdə deməli iki tərəfə dönməmiz var, sola və sağa dönmək. Məlum məsələdir. Uşaqlar ona görə də sollarını, sağlarını tanımalıdırlar dəqiq olaraq, yəni çaşmamalıdırlar. Deməli, sola dön əmri və sağa dön əmri var. Sola dönmək əmrində görürük ki, burada xırda bir ox var. Eyni ox sağa döndə də var. Həmin bu sola dön yazısının yanında olan xırda oxu, bu belə gedən dairə oxu demirəm ha. Bu yanında olan xırda aşağıya doğru olan üçbucaq kimi bir şeyi basdıqda, onun aşağısında sağa dön hissəsi də açılır. Yəni biz onu solu sağ, sağı sol edə bilərik. O tapşırıqlarda bizə daha çox kömək olur. Göstərəcəyəm tapşırıqlarda onu. Və ən son tapşırığımız da budur. Burada deyir ki, deməli, həm burada dövrə alqoritm var. Bilirik ki, altıbucaqlı olanda və bu şəkildə təkrarla sözü olanda bu alqoritm dövrə alqoritmdir. Dövrə alqoritm plus da içərisində dönmək var. Yəni, dönmələrlə dövrə alqoritm dərsini sintez ediblər burada. Deməli, deyir ki, 2 dəfə təkrarla, irəli addım at və sağa dön. Burada bizə deyilən budur. Deməli, burada qələmi mən aktiv edə bilmədiyimə görə belə göstərməyə çalışacağım. Deməli, irəli addıma sağa dön 2 dəfə. Deməli, irəli addım atırıq, sağa dönürük. Sağ, yəni bu tərəfdir. Sonra yenə irəli addım atırıq və sağa dönürük. Deməli ki, bizim robotumuz burada və üzü aşağı dayanasıdır. Bir də çox vaxt uşaqlar qarışdırır. Sağa dönəndə
həm sağa döndərib, həm də irəli addım atırırlar eyni anda. Yəni, və həmin xana, yəni bu xana rənglənəsidir. Orada ən sonda deyir, xananı rənglə. Eyni şəkildə baxın, bizim tapdığımız bu xana rəngləndi. Və buradan sonra platformada iş gəlir və istəyirəm ki, mən burada olan tapşırıqları da biz eləyək. Çünki niyə? Tapşırıqlar, yəni dərsin izahı çox sadə olsa da, tapşırıqlar biraz qəliz idi, mən belə düşünürəm. Deməli, burada belə bir budaqlanan algoritm var. Biz budaqlanan algoritmi hardan tanıyırdıq? Rompdan, romp fiqurundan. Deyir ki, kartın üzərində dairə çəkilib. İlk öncə biz şərt oxuyuruq. Deyir ki, algoritmin icraçısının bənövşəyi dairəli kart verilibsə. Deməli ki, burada birinci bənövşəyi dairəli kart olmalıdır. Bu şərtdə mən oxudum. Baxın, bu baş hissədə bunu oxudum. Sonra sualı oxuyuram. Deyir, kartın üzərində dairə çəkilib. Baxıram, kartın üzərində dairədirmi? Bəli. Deməli, mən bəli qolu ilə gəlirəm. Xeyr qoluna baxmıram. Bəli qolu ilə gələndə deyir, sağ tərəfdə kvadrat çək. Burada bənövşəyi dairəni hardan gördüm? Baxın, bu şərtdən gördüm, bu hissədə. Deməli, nə deyir burada? Sağ tərəfdə kvadrat çəkək. Kvadratımız da buradadır. Yalnız çəhrayı kvadratımız var. Sağ tərəfdə və bilirik ki, sağ tərəfdə elə bənövşəyin bu tərəfi sağ tərəfdir. Və yaşılımızı basırıq və bura mənim doğru həllim, yəni yaşıl oldu. Bu mənim öz hesabım olduğuna görə burada 1-in üstü yaşıllaşmır. Amma uşaqlarda düz olanda o yaşıl olur, səhv olanda qırmızı olur. Sadəcə bu müəllim hesabıdır deyə bunu yaşıllaşdırmağa ehtiyac görməyiblər. Keçirik bura. Burada yenə bundan var idi dərsin izah hissəsində. Robotdur, zavoddur və deyir ki, burada bu neçə dəfə irəli addım atmalıdır ki, zavodu tiksin. Sayırıq. 1, 2, 3 və 4. Biz, məsələn, deyirsiniz ki, axı bu zavodun üstünə gəlir burada. Bəli, üstünə gəlməlidir. Biz burada ondan bir addım geridə durub zavodu tikə bilmərik. Ona görə də bu hissəyə yazmalıyıq. 4 addım və deməli, baxın, yaşıl oldu. Yaşıl olursa bu doğru deməkdir. Onu da deyim ki, tapşırıqların hamısı eyni olmaya da bilər. Yəni, bu 2 dənə tapşırığı mən hələ ki elədim. Bu tapşırıqlar hamıda olmayasıdır, amma bəzilərində olasıdır. Yəni, bir neçə uşaqda bu tapşırıqlar eyni ilə belə ola bilər, amma fərqliləri də var əsasən. Üçüncüyə keçdik. Üçüncü tapşırıq isə Scratch ilə əlaqəlidir. Baxın, burada onun edilmə ardıcıllığını göstərir ki, 4 dəfə təkrarla, içərisinə irəli addım at qoy və ən sona zavod qoy. Biz əslində bunu neçəncidə idi? Hə, bundan əvvəlkində var idi bu, ikincidə var idi bu. Orada deməli robot nə edir? 1, 2, 3, 1, 2, 3, 4. 4 dənə addım atır. Yəni təkrarla 4 dəfə, düzdürmü? 4 addım attığına görə 4 dəfə. İçərisinə irəli addım at. Mən onu sağa sola döndərmədim, çünki robotun üzü onsuz ki, zavoda tərəf baxır, onu döndərməyə ehtiyac yoxdur. Və də ən sonda nə? Zavod. Sonda isə mən baxıram ki, robot nə edir? Bir addım getdi və zavodu tikdi. Düz olanda belə bir şey gəlir ki, təbriklər. Bir də bir söz deyim. Baxın, mən burada 4 dəfə təkrarlanın yerinə 4 dənə irəli addım qoysam, sonra ən sonda zavodu qoysam, əslində eyni şeydir də, düzdürmü? Bu doğru olmur. Niyə doğru olmur? Çünki, baxın, bu hissədə bilmirəm görünür ya yox, 4-dən 3 yazıb. Yəni ki, və o 4 orada atılıb düşür də, loru dildə desək. Yəni ki, biz burada deyir, 3-dən sən blok istifadə eləməliydin. Blok, yəni buradan götürdüyümüz hər bir şey blokdur. 3-dən istifadə eləməliydin, amma deyir, sən 4 dənə istifadə eləmişsən. Ona görə də buradakı kimi yox, buradakı kimi, bu torantı olandakı kimi olmalıdır. Çünki burada 3 dənədir. Biri təkrarla 1, irəli addım at. 2, zavodda 3. Vəsiyo. Sonra keçirəm 4-cüyə. 4-cüdə də yenə eyni tiplidir. Baxırıq. Burada yenə eyni şeydir. Sadəcə ki, burada sadəcə biz bunu döndərməliyik bu tərəfə. Deməli, robot üzü yuxarı durur. Bunu zavod tərəfə döndərmək üçün mən onu sağa döndərməliyəm. Və də yenə təkrarla. Neçə dəfə təkrarlanır? 1, 2, 4. Yenə 4 dəfə. Və də yenə eyni şey. İrəli addım at, içərisində zavod. Yəni, bu əvvəlki tapşırıqdır. Sadəcə ki, robot orada zavoda tərəf baxırdı. Burada isə üzü yuxarı durur. Sadəcə mən onu
istiqamətini dəyişdim. Baxın, dərsdə bayaq dediyim ox budur. Bunu basanda burada sağa dönməyin içində sola dönmək də var. Biz əgər sağa dön səhvdirsə, onun içərisindən sola dönəyə bilərik. Bir də onu silməyə ehtiyac yoxdur, oradan götürüb qoy. Baxın, öncə dönür, sonra isə işini icra edir. 5-cidə nədir? 5-cidə yenə robot bu tərəfə baxır, amma bunun adı yel generatorudur, zavod deyil. Başında pəri var, bunu fırlanır. Yel generatorları 4 dənədir. Yəni mən artıq hər addımda yel generatoru inşa etməliyəm. İlk öncə bunu döndərək. Hansı tərəfə döndərirəm? Sağ tərəfə. Robot kimi baxaq. Bəli, sağ tərəfə döndərirəm və təkrarla. Neçə dənə yel generatorumuz var? 4 dəfə. Deməli 4 dəfə təkrarlayıram. İrəli addım atıram və hər dəfəsində yel generatoru mən inşa etməli olduğuma görə 4 dəfənin içərisinə yel generatorunu qoyuram. Yel generator sonda bir dənə olsaydı bu axıra qoyardıq. Ancaq ki 4 dənədir, onun içərisinə qoydum və baxırıq. Və bu inşa edəndə biraz rəngi tündləşir. Ümid edirəm ki, aydın olur bu. Sonra bu. Burada deməli bu istixana idi. 4 dənə istixana inşa edir. Sonra dönür. Deməli onu deyirdim ki, 4 dənə nədir bunun adı? İstixana inşa eləyir. Sonra dönür 3 dənə zavod və dönür 4 dənə də yer generatoru inşa edir. Deməli, burada biz təkrarlardan istifadə etməliyik. Çünki bizə burada limit qoyulasıdır. Deməli, mən təkrarlarını qoydum. Baxın, 11 dənə limitimiz var. Burada görünür bu hissədə. 4 dənə istixana inşa etməli olduğumuza görə 4 dəfə təkrarlayıram. Neyniyir bu? İrəli addım atır və də istixananı inşa edir. Bitdi. Yəni artıq mən bunu bassam, görürük ki, baxın bu inşa edə gəlir, bura qədər gələsidir. Burada dayandı. İndi burada nə etməlidir? Üzü aşağı dönməlidir. Robot kimi özümü təsəvvür edirəm və üzü aşağı dönmək üçün mən sola dönməliyəm. İndi bura qoyuram sola dönmək və də yenə təkrarlaya seçdim. Çünki artıq burada 3 dənə zavod var. 3 dəfə təkrarlayıram. Zavod 3 dənə olduğuna görə. Yenə irəli addım atıram və hər birisində zavodu tikirəm. İndi baxaq görək hara qədər gəlir robotumuz. Deməli, ilk öncə birinci 4 dəfə təkrarlanan içərisindəki istixanaları inşa edir. Sonra isə zavodu inşa etdim. Və belə qaldı. İndi mən bu tərəfə dönməliyəm. Yel generatoru tərəfə. O tərəfdə yenə özümü robot kimi təsəvvür edirəm. Öz istiqamətimizə yox, bizim tərəfimizdən baxsaq, bu sağa dönməlidir. Amma robotun tərəfindən bu sola dönməkdir. Mən deməli bunu sola döndərirəm və yenə 4 dəfə təkrarlayıram. Çünki yel generatorumuz 4 dənədir. Yenə də irəli addım at və ən sonda da yel generatoru qoyuram irəli addım atdan sonra. İndi baxaq görək nə olur. 4 dənə nədir bu? İstixana, 3 dənə zavod və 4 dənə də yel generatorunu inşa etdik və təbriklər aldıq. Yəni düzdür. Keçdik 7-yə. 7-də isə 7 biraz ən qəliz tapşırıqda deyə bilərəm. 7-də isə baxın bir şey fikir verin. Yel generatoru zavod, istixana. Yel generatoru zavod, istixana. Yel generatoru zavod, istixana. 3 dəfə eyni şeyi icra edir. Deməli, mən bura 3 dəfə təkrarla qoya bilərəm. Düzdür? 3 dəfə təkrarla qoya bilərəm. Çünki bizim burada 9 dənə limitimiz var. 3 dəfə nədir? 1, bu hissə. 2 və 3. İndi burada qələm yoxdur deyə mən onu belə şifahi göstərmək məcburiyyətindəyəm. Nə olur? İrəli addım atır, yel generatorunu inşa edir. Sonra bu tərəfə sola dönür. İrəli addım atır zavodu. İrəli addım atır istixananı inşa edir. Və sağa dönür. Yəni, belə gələndə bu tərəf sağa dönür. Və yenə də artıq burada elədiklərini bir də eləyir. İrəli addım at, yel generatoru, zavod, istixana, yenə bu şəkildə. Yəni, burada elədiklərini burada və burada təkrar elədiyinə görə mən 3 dəfə qoydum. Deməli, irəli addım atırıq. Düzdürmü? 3 dəfə. 3 dəfə deyəndə buradan bura, buradan bura, buradan da bura atılasıdır. Sonra nə edir bu? Addım atdı, orada yel generator var. Onu inşa edir addım atan kimi. Üzü yuxarı durur. İndi baxaq nə olur orada. Baxın, üzü yuxarı qaldı orada. Hal-hazırda üzü yuxarı qalmadı. Çünki
Mən yazımı tamamlamamışam deyə bu 3 dənə səhv icra elədim. Sonra dönür hara? Sola. Sola dönür. Yenə irəli addım atır. Zavodu inşa edir. Çünki yer generatorundan sonra orada zavod var. Bir daha irəli addım atır. İstixananı inşa edir. Və ən sonda da sağa dönməlidir. Baxaq indi bir dənə. Deməli, burada bir dənə bunu analiz edək. Burada əslində mən bu robotu buradan bura qədər kodunu yazmışam. Ancaq ki, bu axıra qədər özü icra elədi. Nəyin hesabına? 3 dəfə təkrarlanan hesabına. Bir dənə diqqətlə analiz etsək, məncə çətin bir şey yoxdur burada. 8-ci tapşırıq dərs haqqında şagirdin təsəvvürüdür, təəssürat